Deməli, dövlət dili haqqında qanundan danışırıq. Konstitusiyanın 20-ci maddəsinin ümumiyyətlə dövlət dili haqqında birinci qarşımıza çıxan sual bu ola bilər ki, dövlət dilinin statusu nə ilə müəyyən olunur? Dövlət dilinin statusu konstitusiyada müəyyən olunur. Yəni konstitusiyada bununla bağlı maddə var ki, bəs dövlət dilimiz bizim Azərbaycan dilidir. Deməli, bu qanun əvvəlində deyir ki, Azərbaycan Respublikası dövlət dilinin işlənməsini öz müstəqil dövlətçiliyinin başçı əlamətlərindən biri sayır. Ümumiyyətlə, bəli, bu elə birinci cümlə. Hər bir dövlət öz dövlət dilinin işlənməsi müstəqil dövlətçiliyinin başçı əlamətlərindən biri sayır ki, bəs onun müstəqil öz dövlət dili var. Və təbii dövlətin dili var deyənə onun düzgün tətbiq olunması, qorunması və inkişaf elətdirilməsinin qarşısına qalacaq. Və dünya azərbaycanlılarının fərqi yoxdur hansı dövlətin vətəndaşlığını alıb onun xalqından hesab olunur, fərqi yoxdur. Milliyyətcə azərbaycanlıların Azərbaycan dili ilə bağlı milli mədəni özünü ifadə ehtiyaclarının ödənməsi üçün zəmin yaradır. Yəni sənin millətin Azərbaycanlıdırsa, gedib başqa dövlətin vətəndaşlığını qəbul edib keçə bilərsən ora, amma sən milliyyətini həmişə var edən sənin dilin olacaq. Yəni sənin millətin var deyəndə səndən təbii ki, və sənin dilin varmı deyə soruşulacaq. Bu qanun konstitusiyaya uyğun olaraq dövlət dili kimi onun hüquqi statusunu nizamlayır. Hüquqi status müəyyən olunub konstitusiyada, amma bu da nizamlayacaq. Konstitusiyanın 21-ci maddəsinə uyğun olaraq dövlət dilimiz Azərbaycan dilidir. Bax, bu dövlət dilinin statusudur. Dövlət dilini bilmək hər bir Azərbaycan vətəndaşının borcudur. Biz bilirik ki, bizim üzərimizə vəzifələr konstitusiya ilə və qanunlarla qoyula bilər. Konstitusiyada hər bir vətəndaş dövlət dilini bilməlidir deyə bir borc yoxdur. Bizim üzərimizə belə bir borc qoyulmayıb, amma qanun artıq hər bir vətəndaş dövlət dilini bilməlidir deyir. Azərbaycan Respublikası dövlət dilini hansı sahələrdə deyə bütün demək olar sahələrdə işlədilir, burada yazılır. Siyasi, ictimai, iqtisadi, elmi və mədəni. Yaxın sözdərdir. İctimai, siyasi, adətən icra hakimiyyətlərində belə şöbələr olur. Elmi, mədəni verilişlər, yəni yaxın sözlərdir, yadda qalan sözlərdir və iqtisadi sahədə işlədir. Azərbaycan Respublikası dövlət dilinin işlənməsi, qorunması və inkişafını təmin etməlidir. Çünki dövlətdir, dövlətin dili var. 1.4 bənddə deyir ki, birinci, dövlət hakimiyyəti orqanları, yerli özünü etmələr, dövlət qurumları, düz bundan sonra qeyri-dövlətə qədər gedib çıxır. Siyasi partiyalar, qeyri-hökumət təşkilatlar, yəni ictimai birlik və fondlar, həmkarlar, digər hüquqi şəxslərdə, onların nümayəndəlik filiallarında dövlət dilinin tətbiqi ilə fəaliyyət bu qanuna uyğun olmalıdır. Yəni bunları hamısını məcbur eləmirik, hamınız bizim dildə danışın. Amma dövlət dilinin tətbiq edirsənsə bu dilə uyğun, bu qanuna uyğun. Bu qanunun tələblərini pozmaqla dövlət dilini tətbiq eləmək olmaz. O cümlədən təbii kargüzarlıqla dövlət dilində aparılır. İndi bunların içində aydın məsələdir. İndi biz birazdan dövlət hakimiyyətində yazışmalar falan necə olacaq, onlar haqqında birazdan danışacağıq. Dövlət dilinin tətbiq normaları. Yəni harda təkilçilər necə qoşulur və s. müxtəlif məsələlər var. Müvafiq icra hakimiyyəti orqanı, yəni burada söhbət Nazirlər Kabineti dil komissiyasından razılaşdırmaqla bunu nə edir uşaqlar? Müəyyən edir. 1.6 burada ev sahibliyi elədiyimiz bir durumdur. Azərbaycan Respublikası ərazisində, ərazi bizimdir burada, fəaliyyət göstərən beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri də ola bilər. Ya da xarici dövlətlərin diplomatik nümayəndəlikləri olsun. Yazışmalar dövlət dilində aparılır və ya bizim dilə tərcümə olunmaq şərti ilə aparılır. Yəni bizim ərazidir deyə burada ya bizim dildə yazsınlar, ya da bizim dilə tərcümə olunsun. Dövlət dili haqqında qanunvericilik. Dövlət dili haqqında qanunvericilik bir tək bu qanundan ibarət ola bilməz. Dövlət dili haqqında qanunvericilik dövlət dili ilə bağlı qaydaların toplu olduğu sənədlərdən söhbət gedir. Ən birinci elə bu qanunvericinin əsası Konstitusiyanın 20-ci maddəsindən başlayırdı. Deməli, Konstitusiyadan bu qanundan hazırda qarşımızda dayanan oxuduğumuz bu qanundan
Digər normativ aktlardan, yəni bura fərman, Nazirlər Kabinetinin qərarı və s. bunlara aiddir və tərəfdar çıxdığımız beynəlxalq müqavilələr. Dövlət dili ilə bağlı qanunvericilik dedikdə bunu başa düşürük. Dövlət dilinin işlənmə, qorunması və inkişafı ilə bağlı dövlətimizin vəzifələri. Dövlətin dili var deyə, onunla bağlı müəyyən vəzifələr daşıyır. Birinci vəzifə, Konstitusiya və bu qanunun tələblərinə görə hüquq qaydaları müəyyənləşdirmək. Konstitusiyadan və bu qanunun irəli gələn bir çox tələblər olacaq. Məsəl üçün, bu qanunun tələblərindən, bir çox tələblərindən biri də odur ki, əgər başqa dildə tədris keçilirsə, məsələn, biz buna xarici sektor deyək də, orada mütləq Azərbaycan dili tədris olunmalıdır. Bu qanunun tələbidir. Bu qanun tələb eləyir. Bəs necə olacaq? Həftədə neçə dəfə keçilməlidir? Hansı mövzular keçilməlidir? Bu qaydalar dövlət artıq onu müəyyənləşdirməlidir. Yəni, Konstitusiya və bu qanunun tələblərinə görə qaydaları müəyyənləşdirməlidir dövlətimiz. İkinci, həmin o qoyduğu qaydalara, yəni tətbiqi işinə, işlənməsinə və qorunmasına bağlı qoyulan qaydalara riayət olunmasını təmin eləməlidir. Təbii ki, qaydalar qoyulursa, həmin qaydalar haralarda olur? Qanunverici aktlarda olur da, fərmanda, qanunda, Nazirlər Kabinetinin qərarı və s. Yəni qanunvericilik deyək buna. Həmin o qoyulan qaydalara tətbiq içinə işlənmə və qorunmasına bağlı qanunverici müddəaların riayət olmasının təmin olunması. Üçüncü, dövlətin dili varsa və dövlət bundan siyasət baxımından məşğul olursa, dövlətin dil siyasətidir bu. Dövlətin təbii ki, dillə bağlı inkişaf proqramı olmalıdır. Yəni, dövlət sənin mənim kimi işləmir, onun inkişaf proqramı olur, gələcək proqramı olur, dəqiq olan. Və dövlət büdcəsi vəsait hesabına həmin dövlət proqramları bilirik ki, maliyyələşir. Kim təsdiqləyir bunu? Əlbəttə ki, prezident. Bunu konstitusiyadan bilirik. Dördüncü dövlətin vəzifəsi, dövlət dilinin saflığının qorunması, dilçilik elminin həm nəzəri, həm də praktik inkişaf üçün şərait yaratmaq və bunun üçün tədbirlər həyata keçirmək. Ümumiyyətlə, belə bir qayda var ki, sən nəyi qorumaq istəyirsənsə, onunla bağlı sənin mütəxəssislərin olmalıdır. Məsələn, tariximizi qorumaq üçün güclü tarixçi alimlər lazımdır. Dilimizi qorumaq üçün dilçi alimlər lazımdır. Bunun üçün də dilçilik elmi həm nəzərində praktik inkişaf eləməlidir. Bunun üçün dövlət şərait yaratmalıdır, tədbirlər həyata keçirməlidir. Beşinci dövlətin vəzifəsi, dövlət dilinin işlənməsi üçün zəruri maddi bazanın, yəni maddi resurslarımız kitablardan tutmuş hər şeyə qədər, söz, hər şey, bütün baza olmalıdır. Yəni, dil komissiyası var, onun lazımı resursları var. Dövlət eləməlidir bunu təbii ki. Və xarici ölkədə yaşayan Azərbaycanlıların, Azərbaycan vətəndaşı yox, birdən vətəndaş yazıb qarışdırarlar bizi, Azərbaycan milliyyətcə Azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına və sərbəst istifadə eləmələrinə köməklik göstərmək. Təbii ki, alladıb təmin eləmək də qoya bilərlər. Biz dövlət olaraq dünyanın hər yerində olan Azərbaycanlıları təmin eləmə məsuliyyəti yoxdur bizim dövlətdə, amma köməklik göstərməlidir. Dövlət dilinin müxtəlif sahələrdə işlənməsi. Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi. Rəsmi mərasimdə işlənmə məsələsi deməli, dövlət hakimiyyəti, yerli özünü idarə etmələr və dövlət qurumları. Bu üçlük bizə korrupsiya qarşı mübarizə haqqında qanundan çox tanışdır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr və qurumlar. Deməli, burada da bu üçlüyün adı çəkilir. Bunların bütün rəsmi mərasim və tədbirləri dövlət dilində aparılır ki, başa düşərik. Və yuxarıda 4.1 maddədə, yəni incə dediyimiz bu tələblər, Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi mərasim və tədbirlərə, bizim ölkənin arasında beynəlxalq bir tədbir, formula bir yarışı falan keçirilərsə, habelə müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər ölkədə keçirilən rəsmi mərasim tədbirlərə şamil olunmur. İmtahanda bununla bağlı sual necə qoyula bilər? Ölkədən kənarda tədbir keçirəndə uşaqlar müvafiq icra hakimiyyətinə burada aid elədir, diqqətli olursunuzsa. Amma qanunun ən əvvəlində rəsmi tədbirlər dövlət hakimiyyəti, yerli özünü idarə etmələr və dövlət qurumları dedik. Amma bizim ölkənin xaricdə keçirəcəyi tədbirlərdə ancaq icra hakimiyyəti orqanları deyilir burada. Diqqətli olaq.
Ölkənin daxilində keçirilən beynəlxalq tədbirlərə təbii ki, dövlət dilində mütləq olmalıdır tələbi yoxdur. Ya da bizim hər hansı icra hakimiyyəti orqanları başqa dövlətin ərazisində tədbir keçirirsə, mütləq bizim dildə olmalıdır deyə tələb yoxdur. Orada qonaq kimidirlər. Dövlət dilinin təhsil sahəsində işləməsi bu təhsilimiz dövlət dilində aparılır, aydın məsələdir. Başqa dillərdə təhsil müəssisəsi fəaliyyət göstərə bilərmi? Bəli, qanunvericilikdə müəyyən olmuş qaydada həyata keçirilə bilər. Yəni təhsil qanunvericiliyində o qaydalar var. Və bu qanunun qoyduğu tələb budur ki, belə müəssisələrdə dövlət dilinin tədris olunması məcburidir. Dövlət dili orada mütləq tədris olunmalıdır. Sonuncu bənddə deyilir ki, Azərbaycan Respublikasında ali və orta peşə ixtisas təhsili müəssisələrinə qəbul zamanı, burada fərqi yoxdur, bu rus sektorunda oxumuş, ingilis sektorunda fərqi yoxdur, hər kim olur olsun. Qəbul zamanı mütləq Azərbaycan dili fənnindən imtahan verilməlidir. Azərbaycan dili fənni buraxılış imtahan fənnidir. Hamı imtahan verəcək onunla bağlı. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi mülkiyyət formasından asılı olmayaraq, yəni dövlət, özəl fərqi yoxdur. Azərbaycan ərazisində təsis edilirsə və fəaliyyət göstərirsə və əsas məsələ dövlət dilində yayımlanırsa, həmin bu televiziya, radio kanallarının aparıcıları, yəni üzə çıxan adamlar, dövlət dilini mükəmməl bilməlidirlər və səlis danışmalıdırlar. Bu bəndə oxuyan yoldaşlarda nədənsə belə bir düşüncə formalaşır ki, Azərbaycanda təsis olunan kanallar mütləq Azərbaycan dilində yayımlanmalıdır. Belə bir qayda yoxdur. Sən Azərbaycan ərazisində təsis eləyib, başqa dildə də yayımlana bilərsən. Amma əgər sən yayımlanma dilini Azərbaycan dili kimi göstərirsənsə, artıq burada aparıcılar səlis danışmalıdır və mükəmməl dil bilməlidirlər. Onlar bizim qulaq zövqümüzü belə deyək, korlamamalıdırlar. Orada çıxıb normal danışmalıdırlar. Və təbii ki, bunu hamı bilir ki, dublyaj olunan film və verilişlər dil normalarımıza uyğun şəkildə dublyaj olunmalıdır, bəli. Dövlət dilinin xidmət, reklam və elanlarda işlənməsi. Burada müəyyən məsələlər var, onlara diqqətli olacaq. Azərbaycanda bütün xidmət sahələrində, elanlarda və reklamlarda, indi bunu da birazdan deyəcək, bütün xidmət, elanda dövlət dili işlənir. Əcnəbilərə xidmət göstərməsinə yanaşı, xidmət sahələrində dövlət dilinə yanaşı, digər dillər də tətbiq oluna bilər. Deməli, uşaqlar, xidmət, məhz xidmət göstərmək, nə zaman xidmət başqa dildə ola bilər, bunun səbəbini də göstərdik, əcnəbiyə xidmət göstərmək üçün. Yəni, burada çox da məcburi deyil. Aydın oldu, çox da məcbur deyil. Amma baxaq elanlara, uşaqlar. Elana gəlincə, artıq burada deyir, zəruri hallarda. Çünki elan elə bir məsələlərin elanı verilə bilər ki, bu məlumat azadlığı haqqında qanundan baxsaq, əcnəbilər üçün də onların da xəbəri olmalıdır. Düzdür ki, məsəl üçün, sabahdan etibarən heç kim evdən sonra çıxmasın və yəni bu əgər məlumat verilirsə, bu əcnəbilər üçün də keçərlidir. Artıq məcburi zəruri hallarda, elanlarda o tərzdə yazı lövhə, tablo, plakat və s. burada digər dillərdən də istifadə oluna bilər. Deməli, buradan belə bir nəticəni yadda saxlayaq. Xidmət nə zaman başqa dildə ola bildi? Əcnəbiyə göstərin, bəli. Bəs elanlar nə zaman? Zəruri hallarda, bəli, burada zəruriyyət yox. Bunları yerini qarışdıraraq, birdən yazar ki, əcnəbilərə, nə bilim, xəbər olsun deyə deyir, başqa dillərdən istifadə, məsəl üçün, xidmətlə bağlı deyər, zəruri hallar, xeyr. Elanlar zəruri hallar olur, xidmət də əcnəbiyə xidmət göstərmək üçün. Lakin, uşaqlar, bizim dildən sonra gəlməlidir və tutduğu yer bizim dilin tutduğu yerdən böyük olmamalıdır. Yəni, yarısı eyni qədər ola bilər, amma tutduğu yerdən böyük olmamalıdır. Reklama gəlincə, reklam necə olur ki, başqa dildə olur? Burada da zərurət filan belə bir məsələ yoxdur, təbii. Reklam vericinin tələbi ilə olar bu. Yəni, reklam verici istəyir, əcnəbi müştərilər də cəlb eləsin. Reklam vericinin tələbi ilə reklam qruplarında da başqa dillər istifadə oluna bilər. Yenə də eynən xidmətdə dediyimiz kimi, necə olacaq? Elanlarda dediyimiz kimi, bizim dildən sonra gəlməlidir və onun tutduğu sahədən böyük sahə tutmamalıdır. Amma uşaqlar, burada axırda deyir ki, mətndə digər dillərdə ifadə olunan əmtəh nişanları və coğrafi göstərici var. Əmtəh nişanı hansısa, məsələn, Coca-Cola şirkətinin adıdır da, belə deyək, onun bir yazılışqa. Ona artıq tərcümə eləməyə ehtiyac yoxdur. Dırnaq içində yazılan
o əmtəə nişanı filan al. Onlara ehtiyac yoxdur. O əqdi mülkiyyət agentliyi tərəfindən necə qeydə alınıbsa, elə də qala bilər. Yəni onu da tərcümə eləməyə ehtiyac yoxdur. 7.2 bundan ardından sual düşmür ki, bütün xidmət reklamlarda və elanlarda dil normaya uyğun hər şey tətbiq olunmalıdır. 7.3.7.4-ə baxaq. İdxal və ixrac məsələsi. Bizdə istehsal olunursa və ixrac olunursa xaricə hər hansı bir məhsullar, onun üzərindəki etiketlərdə xarici dillə yanaşı bizim dillərdə olmalıdır. Və ya tam tərsi, biz xaricdən nəsə idxal eləyiriksə, ölkə daxilinə alırıqsa, bəli, üzərində etiketdə Azərbaycan dilində də istifadə qaydaları, bunun izahat vərəqləri müşahidə olunmalıdır bizim dildə. Dövlət dilinin xüsusi adlardan işlənməsi. Xüsusi ad dedikdə mülki məcəllə ilə yanaşsaq da bu qanunda üzrə yazılır. Ad, soyad və ata adı nəzərdə tutulur. Dövlət dilində yazılır. Təbii ki, bunları dəyişdirmək olarmı? Deyir. Bəli, qanunvericiliklə tənzimlənən qaydaları var. Ərazi bölgüsü və inzibati ərazi məsələlərindən danışaq. Belə bir qanun var. Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanun. Həmin qanuna uyğun olaraq İnzibati ərazi bölgüsünü təşkil edən ərazi vahidləri, bu da özü də izah eləyir, şəhər, rayon, kənd, qəsəbə dövlət dilində yazılmalıdır. Və bunların dil normalarına uyğun yazılışını müvafiq qurum, yəni dil komissiyası. Burada Nazirlər Kabineti yoxdur. Nazirlər Kabineti adətən dil komissiyasından normaları təsdiqləyəndə olur. Bu da isə yazış qaydasından söhbət gedir. Bu bəndi oxuyan yoldaşlar da elə başa düşür ki, bəs nə oldu bu? Rayonların adını dil komissiyası mı qoyur? Xeyr, o müvafiq səlahiyyətli orqan qoyur. Amma dil komissiyası isə onun yazılış qaydasını, məsəl üçün, deyək ki, su qovuşanın adını müəyyən səlahiyyətli orqan qoydusa, dil komissiyası deyil bu. Dil komissiyası sadəcə olaraq su qovuşanın bizim dilə uyğun şəkildə yazış qaydasını müəyyənləşdirir. Bitişik mi yazılmalıdır, ayrı mı yazılmalıdır, çirəklə mi yazılmalıdır? Bax, burasını müəyyənləşdirir. Aydın oldu? Yazılış qaydasını dil komissiyası müəyyənləşdirir. Bizim inzibati ərazi vahidlərimizin adları başqa dildə verilə bilərmi? Əlbəttə verilə bilər. Sadəcə olaraq birinci bizim dildə yazılır, sonra xarici dildə yazılır. Daha burada reklam elanlardakı kimi ölçüsü bizim dildə olan ölçüdən böyük olmalıdır məsələsi burada yoxdur. Sadəcə bəndi yadda saxlayırıq ki, bizim dildən sonra gəlməlidir. Coğrafi obyektlər, uşaqlar. Coğrafi obyektlərin də yazışı dil normalarına uyğun yazış qaydasını bayaq ərazidə olduğu kimi dil komissiyası müəyyənləşdirir qaydaları. Coğrafi adların xarici dildə verilməsi, uşaqlar, burada bizim dildə səslənmə və beynəlxalq yazış qaydalarına uyğun. Məsəl üçün, Savalan, məsəl üçün, ya Qaradağ, məsəl üçün, Pəpəz. Bunlar, məsəl, Qoşqar, məsəl üçün. Bu elə verilməlidir ki, bu ingilis ağzından bunu çıxardanda Qoşqar kimi tələffüz olunsun. Yəni, ingilisin, ona görə yazılır ki, O, Ş, H, K, A belə yazılır. Oldu mu? Amma beynəlxalq yazış qaydası da pozulmamalıdır. Nə beynəlxalq yazış qaydası pozulmamalıdır, həm də ki, biz onu elə verməliyik ki, ingilis bunu tələffüz eləyəndə bizim Qoşqar kimi səslənsin, onun altından ilə çıxsın o söz. Növbəti bənd dövlət dilindən hüquq mühafizə, silahlı qüvvələr, notarius, inzibati icraat məhkəmə və inzibati xətalarla bağlı olan məsələlər. Bunlarla bağlı izah verək. Hüquq mühafizə orqanları və silahlı qüvvələr çatan kimi bunları birinci deyək. İmtahan sualı olub bu və mən şimdi deyəcəyim yerdən sual düşüb. Silahlı qüvvələrdə deyir müəyyən istisna hallar var. Burada silahlı qüvvə istisna S yadda saxlayın bunları. Silahlı qüvvələrdə elə bir vəziyyətdir ki, mütləq dövlət dili olmalı deyil. Məsələn, silahlı qüvvədə deyək ki, hansısa dildə nəsə məruzat var, falan var. Kəşfiyyatçıdır, lazım olan yerdən məruzat verir və s. Deyirlər ki, yox, bizim dildə danış. O danışsa deşifrə olaraq. Ona görə də silahlı qüvvələrdə bəzi istisna hallar var ki, bizim dil mütləq orada olmaya da bilər. Hüquq mühafizə orqanlarında isə burada geniş anlaşılır. Hüquq mühafizə orqanları məsəl üçün vergilər, gömrük, orada yeri gələndə deyir qanunvericiliklə dili bilməyənlər üçün tərcüməçi verilir. Aydın oldu? Elə əvvəldə də tərcüməçi, bu qanunun axırında da elə eyni tərcüməçi olacaqdı inzibati akt məsələsində. Notariusa gəlincə, notariat haqqında qanun var. Notariat haqqında qanunda deyir ki, müraciət eləmiş şəxs dövlət dilini bilmirsə, bu birinci səbəb. Səbəb dövlət dilini bilməməkdir. Və ya ikinci səbəb, başqa dildə aparmasını xahiş edirsə. Ola bilər bizim dili mükəmməl bilir, ya nə bilim, həmin dili mükəmməl bilir, fərqi yoxdur.
Sadəcə sənədin həmin dildə olmasını istəyir. Notarius imkan daxilində, imkanı varsa, ola bilər notarius elə bir dil deyər ki, məsələn, Somali dilində bunu tərcümə et. Həmin dildə imkan varsa, arzu edilən dildə tərtib edə bilər ya da tərcümə edə bilər. İmkan daxilində təbii ki. Məhkəmə yanaşma, məhkəmələrə gedək. Deməli, birinci təbii ki, Konstitusiya məhkəməsində icraat dövlət dilindədir və burada icraat başqa dillərdə ola bilər, ifadə yoxdur. İşin iştirakçısı olan və dili bilməyən şəxslərə burada nələr təmin olunur? Bildiyi dilə tərcümə olunması və ana dilində çıxış eləməsi təmin olunur. Burada belə bir nüans eləyək, uşaqlar. Bu bənd Konstitusiyanın 127-ci maddəsinin 10-cu bəndinə çox bənzər bir ifadədir. Orada Konstitusiyada bildiyi dilə tərcümə olunması, dili bilməyən adama ana dilində danışması və orada tərcüməçi də var idi, əlavə. Burada bir dənə çatışmayan tərcüməçi yoxdur. Tərcüməçi. Tərcüməçi də elə bilin ki, buradan gedib ən axıra inzibati icraatda bir də qabağımıza çıxacaq. Qısa bir detal amma yadda saxlanmalı bir məsələdir bu. Yenə deyirəm, Konstitusiya məhkəməsində dili bilməyənlərə burada iki dənə önəmli hüquq təmin olması haqqında var. Bir, mətnlərin tərcümə materialların bildiyi dilə tərcüməsi və öz ana dilində danışması. Daha tərcüməçi verilir ona, bu ifadə yoxdur. Gedək məhkəmələr məsələsinə, digər məhkəmələrə. Cinayət məhkəməsi. Ümumiyyətlə, cinayət məhkəməsində məhkəmə işləri cinayət prosessual məcəlləyə uyğun aparılır. Biri var cinayət məcəlləsi, bir də var cinayət prosessual məcəllə. Cinayət məcəlləsində əsasən maddi normalardır. Məsəl üçün, cinayət məcəlləsində deyilir ki, adam öldürənə, sağlamlığa, nə bilim, xətər yetirənə bu qədər, filan qədər cəza müəyyənləşir. Amma orada da həmin adama nətər tuturlar, prokurorluq orqanları onun istintaqını necə aparır, məhkəmədə proseslər necə gedir, məhkəmədə bir nəfərmi hakim olur, üç nəfərmi? Belə məsələlər, məhkəmə gedişatı prosesləri və s. cinayət prosessual, yəni proseslər cinayət prosessual məcəlləsində müəyyənləşir. Və təbii ki, cinayət məhkəməsi ilə bağlı icraatlar başqa dildə ola bilərmi? Cinayət prosessual məcəllədə müəyyənləşmiş hallar var ki, həmin hallarda deyir, yol verilə bilər. Eynisini mülkiyə aid eləyək. Mülki işlər, kommersiya və inzibati mübahisələr, bunlar toplam mülki məcəllərin görəcəyi işlərdir. Yəni, mülki icraatlar gedir bunlar. Deməli, Azərbaycan Respublikasında mülki prosessual məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada, necə ki, cinayət prosessualla idi, mülki ilə mülki prosessualla olan hallarda və qaydada digər dillərdə ola bilər. Növbəti bənddə inzibati xətalarla bağlı gedən işlər. Birinci fərq, uşaqlar, yadda saxlayın, cinayət mühakiməsi və mülki mühakimələr, bunlar ancaq məhkəmədə olur. Bir ev bölgüsüdür və s. Amma inzibati xətalar məsələsi məhkəmədə də ola bilər, orqanlardadır. Məsələn, yol polisi bizə inzibati akt tərtib edir də, protokol, biz də gedib onu ödəyirik. Böyle mütləq məhkəmədə olunmalı bir şey deyil. Ona görə də inzibati xətalar məsələsində elə inzibati xətalar icraata gedir. Yəni, məhkəmə söhbəti yoxdur burada. Və deyir ki, elə inzibati xətalar məcəlləsi ilə müəyyən olunan qaydada. İnzibati xətalar məcəlləsinin xüsusi hissəsinin arxası, belə deyək, prosessual normalarla boldur. Və inzibati xətalarda elə inzibati xətaların özündə, həmin məcəllənin özündə orada yazılıb ki, hansı hallarda başqa dildə ola bilər. Təkrar edirəm, cinayət mühakiməsi, cinayət prosessual məcəllədə müəyyən olunur ki, hansı halda başqa dil ola bilər. Mülki prosessualda, amma inzibati xətalar isə elə inzibati xətalar məcəlləsinin özündə müəyyən olunur. Sonuncu bənd bu maddə ilə bağlı inzibati akt. İnzibati akt artıq inzibati xəta demək deyil. İnzibati akt, misal üçün, müraciət eləmişik, bizə lisenziya versinlər. Məsələn, belə bir inzibati aktdan danışaq, icazə kağızı və s. İnzibati aktın qəbul icra olunması, dəyişdirilməsi, ləğvi, hətta inzibati şikayət eləsə, ona baxılması da elə bizim dildə, dövlət dildə ya da əksəriyyətin dilində aparıla bilər. Eynən Konstitusiyada 127-ci bənddə maddədə deyildiyi kimi. Və burada da iştirak edən şəxs dövlət dilini bilmirsə və burada materialların tərcüməsi falan yox, bir dənə bayaq çatışmayan tərcüməçinin burada qabağımıza çıxır, tərcüməçi xidmətindən istifadə edə bilər. Oldu və çox asanlıqla bizi aldada bilərlər, yazarlar ki, nə bilim, materiallarla tanış olmaq falan. Düzdür, əslində var elə bir məsələ, qanunda yazmayıb deyə biz onu götürsək yanlış olar.
Bu qanunda tərcüməçi xidmətindən istifadə olmaq hüququ təmin olunur. Beynəlxalq yazışmalar, beynəlxalq yazışmalar adi məsələdir, bizim dildə olur. Amma zəruri hallarda, deyək ki, bir zərurət var, dövlət dilinə yanaşı başqa dillərdə də aparıla bilər. Yəni sən digər dövlətə həmin dövlətin dilində məktub yaza bilərsən. Beynəlxalq yazışmada problem deyil. Müqavilələrdən danışırıq. Uşaqlar, müqavilə dediksə, beynəlxalq müqavilənin burada hər üç formada yanaşma eləyib. Biri var iki tərəfli beynəlxalq müqavilə bağlamaq, iki dövlət. Biri var çox tərəfli beynəlxalq müqavilə. Misal üçün, məşhur əsrin müqaviləsi bir çox dövlət çox tərəflidir, misal üçün. Bir də Azərbaycan Respublikasının gedib qoşulduğu beynəlxalq konvensiyalar, məsələn, BMT konvensiyası, insan hüquqları üzrə bəyannaməsi belə deyək. Hər üçü burada məsələyə baxılır qanun gözündən. İki tərəfli müqavilə bağlayırıqsa, dövlət dilində də bağlanır. Dövlət dilində bağlanır desə, əslində düz olmaz. Çünki başqa dilə hörmətsizlik eləmiş olaraq. Yəni, başqa dövlət özü bilər, biz öz dilimizdə də bunu bağlayacaq. İki tərəfli belədir. Çox tərəfli müqavilə isə, uşaqlar, tərəflərin razılaşdırdığı bir və ya bir neçə dillərdə bağlana bilər. Məsələn, ingilis, rus və digər dillərdə bağlana bilər. O ki, qaldı bizim qoşulduğumuz beynəlxalq müqavilələr, saziş və s. bunlar bizim dildə nəşr olunmalıdır. Dövlət dilinin normaları özündə orfoqrafiya və orfoepiya normalarını ehtiva edir, özündə bunu nəzərdə tutur. Deməli, prezident tərəfindən müəyyənləşdirilən Nazirlər Kabineti, deməli, burada təsdiqləyir bu normaları və təbii ki, dil komissiyasıyla razılaşdırmaqla. Əvvəldə də bunu zaten demişdik. Bütün hüquqi, fiziki və vəzifəli şəxslər buna təbii əməl eləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabinetindən burada söhbət gedir. 5 ildə bir dəfədən az olmayaraq dövlət dilinin normalarını təsbit edən lüğətin nəşr olunmasını təmin etməlidir. Əlifba aydın məsələdir. Nəşriyyatda işlənmək, nəşriyyat qanunvericiliyi ilə olur, müvafiq qanunverici əsasına həyata keçirilir. Nəşr olunan çap məhsulları Latın qrafikalı Azərbaycan əlifbası olmalıdır. İmtahanda situasiya sualları olur bundan bağlı adətən 15.3 ilə bağlı ki, bəs yazı mədəniyyəti tarixində mühüm rol oynamış ərəb və kiril. İmtahanda bunu fars qoymuşdular bir dəfə, ərəb götürmək lazımdır. Və belə bir sual situasiyaydı ki, bəs bir adam Firdovsi kimi deyir, 30 ildir lüğətin üstündə işləyir. Ərəb, Azərbaycan lüğətinin üstündə deyir, aparıb nəşriyyata verəndə deyirlər ki, bəs yox da, biz Latın qrafikalı olmalıdır, biz bunu nəşr edə bilmirik. Həmin vəziyyətdə kim haqlıdır? Təbii ki, həmin vəziyyətdə kitabın müəllifi haqlıdır ki, bəs ola bilər. Çünki qanun ərəb və kiril dillərinə, belə deyək də, əlifbalarına daha doğrusu, xüsusi hallarda ədəbiyyat göstəricisi kimi lüğətlərdə icazə verir. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədlər, uşaqlar, vahid nümunəli sənədlər var ki, hamımızda eyni cür olur, eyni formada olur. Yəni, necə yadda saxlayaq? Burada yəni, bir sadə ailə ilə yadda saxlayın. Doğum şəhadətnaməsi bir uşaq doğulur. Sonra biraz böyüyür. Üçüncücə baxın, şəxsiyyət vəsiqəsini əldə eləyir. Sonra göndərirlər hərbiyə, qayıdır hərbi biletini alır. Ondan sonra qoyurlar işə, yəni əmək kitabçası və ondan sonra evləndirirlər, olur nikah haqqında şəhadətnamə. Pozitivlə bitirin, ölüm şəhadətnaməsi burada yoxdur. Deməli, doğum, nikah, şəxsiyyət, əmək və hərbi bilet. Arxasından da deyir ki, yalnız ölkədə, bizim ölkədə etibarlı sayılan vahid nümunəli sənədlər, digərləri artıq bunun üçün də ümumi yanaşılır, dövlət dilində tərtib olunur. İki sənəd var ki, bunların xaricdə işlənməsi də nəzərdə tutulur. Pasport və təhsil haqqında sənədlər, diplom. Bunlar dövlət dilinə yanaşı başqa dildə də tərtib oluna bilər. Yekunlaşmaq üzrədir artıq qanun. Dövlət hakimiyyəti orqanı, bələdiyyələr, onların nümayəndələri, filiallar, daha doğrusu hüquqi şəxslərdən söhbət gedir, nümayəndə və filial deyilsə. Deməli, dövlət hakimiyyəti, yerli özünlər etmələr, hüquqi şəxslər, nümayəndəlik və filiallar, bunların adları dil normalarına uyğun yazılır. Bəzən belə suallar olur, deyirlər ki, bəs bu adlar başqa dildə yazıla bilməz. Yazıla bilər, amma bizim dildə yazılışı, bizim dil qaydalarına uyğun olmalıdır. Bu heç möhürlər, oradakı blanklar, oldu mu, lövhədə onların adı yazılışı, hamısı dövlət dilində olmalıdır. Məsələn, orada bütün ştamplar, filan, məsələn, xidməti istifadə üçün, hansı ki, istifadə olunur və s. hamısı bizim dildə olmalıdır.
Qorunması ilə bağlı dövlət dilimizə qarşı gizlin yaxud açıq təbliğat aparmaq olmaz. Tütənməsinə müqavimət göstərmək olmaz. Tarixən müəyyənləşmiş hüquqları Şah İsmayıl Xətaydan bu yana dövlət dilimizin hüquqları var, dövlət dili kimi. Onu məhdudlaşdırmağa cəhd eləmək qadağandır. Bizim ərazimizdə olan bütün media subyektləri Azərbaycan Respublikasından söhbət gedir. Kitab nəşri, bununla bağlı məşğul olanların hamısı bu qaydaların, yəni dil normalarının riayət olmasını təmin etməlidir. Yəni orada səhvlər, dövlət dilinə orada yanlışlıqlara yol vermək olmaz. Bu qanunu pozan şəxslər qanunvericiliklə məsuliyyət daşıyırlar. İlk köhnə qanunlarda adətən belə yazılır, qanunvericiliklə olan məsuliyyət. İli biraz təzə qanunlarda isə, xüsusən də 2015-ci ildən bu yana inzibati cinayət və mülki məsuliyyətlər yazılır. Bu il köhnə qanundur, elə yazır qanunvericiliklə bu qaydaları pozanların məsuliyyəti olacaq. Bu qədər hələ ki